Bax qardaş, asfalt yoldur. Asfalt yoldan bax 30 metreden sonra evimizin qapısıdır. Bu da evimizin çöl görünüşüdür. Gördüyünüz kimi bax belə çöl görünüşü var evimizin. Keçək içərisi ilə tanış olaq. Burası həyətdir. Burası həyətidir, evimizin həyət hissəsidir. Bax burada garajdır, mənim qardaşım, baxın. Burada garajdır, maşın sağlasıyadır, bir garajı var. Buradan da biraz qaranlıqdır. Mala vurulub, 3 dənə də otaq var. Bax, 3 dənə otaq var burada. Otaqların malası vurulub, remont olunmuyor. Bir dənə malası vurulub. Buradan da, dəyərli dostum, baxın, keçirik, evin böyrünə də keçməyə yer var. Bax, gördüyünüz kimi, baxın, evin böyrüdür, yer var. Buradan otağın bir dənə pəncərəsi var. Bax, gördüyünüz kimi, pilləkanla qalxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 daş. 11 daşın üstündədir. Keçək evin bir dənə içərisini də sizə göstəreyim. Bax, qardaşım, burası girən kimi belə bir qonaq otağıdır. Belə bir qonaq otağıdır. Baxın, şəxsi yerdir, beton fundament. Burada belə bir mətbəxi var. Mətbəx əşyaları ilə verilir. Paltar yuyan da onun içində. Baxın. Burada belə bir yataq otağıdır. Gördüyünüz kimi bu da əşyalıdır. Santar və sanzor qovşağı. Bütün aksesuarlar yerindədir. Belə bir santar və sanzor qovşağı var. Burada ikinci bir yataq otağıdır mənim əzizim. 2 yataq otağı, mətbəx, qonaq otağı, santar və sanzor. Baxın, gördüyünüz kimi. Bax, bu vəziyyətdə tam əşyalı, bax, bu vəziyyətdə qiymət cəmi 42 min. Cəmi 42 min.